Mən bu itlərdən qorxuram. Can sənə qurban olaram mən. Bunlar kimisə dişləyəcək, bədbaxt edəcək. Küçə itləri hazırlıqdan övladını gətirən qadına hücum edərək ona ağır xəsarətlər yetirib. Eyni ərazidə sürü halında gəzən sahibsiz itlər məktəbli uşağın ayağından da ət qoparıb. Səmiş, nə olur bir şey eləyək da. İt dişləyib uşağı. Hər gün Dünən də birinin ətini qopardı bax. Dəhşətverici hadisə Abşeron rayonu Xırdalan şəhərində yaşanıb. Abşeronda baş verən dəhşətli hadisə şəhər sakinlərini sarsıdıb. Küçə itlərinin hücumu nəticəsində bir qadın və azyaşlı uşaq ağır yaralanıb. Hadisə yerində olan vətəndaşlar dərhal müdaxilə edərək onlara ilkin tibbi yardım göstəriblər. Yaralılar təcili şəkildə xəstəxanaya çatdırılıb və quduzluğa qarşı peyvənd olunublar. Mən qızımı hazırlığa aparmışdım, hazırlığa qoydum, oradan qaydanda gəlirdim, sakitcə itdi yanmışdı, heç bir şey hürmədən. Gəldim, asta-asta arxamca gəlirdi, elə hürmədən də birdən onda gördüm ki, ayağıma yapışdı. Sonra salonda Leyla xanım var idi, onların salonuna girdim, o perkis döktü, sonra yoldaşım gəldi, xəstəxanaya çatdırdı. Tez-tez baş verir bu hadisə it? Yəni it çoxdur. O gün bizim də məhəllədə bir uşağın barmağını dişləmişdi. Məndən sonra bir uşağın ayağını yaralayıb, yenə də o xanımlar kömək eləyib. Yəni dəhşət halda it çoxdur. Uşaqlarımız da məktəbə gedir, məktəbdən gəlir. Yaralılara ilkin tibbi yardım göstərən Leyla Rəhimova bildirir ki, hadisə onların gözü qarşısında baş verib. Azyaşlı uşağı və qadını itlərin əlindən güclə alıblar. Oradan it qıçına gəlib arxadan tutmaq yox, ətini qopartmışdı. Oradan getdik, gətirdik, qaçdıq, burada aptek var yaxında. Gətirdik, Perex tökdük, qanı dayanmırdı. Bax, bura belə ətinin belə dərisinin belə sallanırdı xanımın dərisi. İki tərəfdən belə tutmuşdu. İt də orada dayanmışdı, bura baxırdı. Sonra orada dərzi kişi var, o qaça-qaça gəldi, o qovdu iti. Ondan sonra burada yoldaşına zəh vurdu, gəldi onu, ora aparıblar. Orada da tikə bilməyiblər, deyiblər ki, pis götürüb əti də, tikməyə ət yoxdur. Onun da üstündən 2 saat sonra bir uşaq qışqırdı. Yenə təzədən çıxdıq çölə. Uşaq orada yıxılmışdı, itdə tutmuşdu. Biz qaçdıq, təzədən uşaq pilləkanla gətirdik yenə. Ailəsinə zəh vurduq, nömrəsi əlində telefonu var idi. O uşağın da ayağı, hamısında çəkmişik, əslində bizdə var olar. Uşağa da bərk qorxmuşdu uşaq. Sonra bir nəfər bizdən işləyən xanım var, onun bacısı oğlunu tutub uşağın 2-ci sinifdə oxuyur. İt uşağı necə cümsə, uşaq indi şəkər xəstəsidir. Uşağın şəkərini telefona bağlayıblar. O telefonda göstərir, tez uşaq komaya düşür, itlərin qorxusundan. İtlər sürü halında. Yenə o günə bir uşaq müəllim yanına getməyib, anası zəh vurub ki, itlər uşağı parçalayıblar. 2 nömrəli məktəbin, 3 nömrəli məktəbin yanında bütün uşaqlar heç biri məktəbə gedə bilmirlər. Mütləq valideynlər olan yanında olmalıdırlar ki, heç cürə bacarmırlar. Burada da hər gün qorxu ilə, valla binanın o tərəfində zibil qab var. Biz o zibil qabına zibil apara bilmirik. Hadisə ilə bağlı ailələr ciddi narahatlıq içindədir və məsul qurumlardan təcili kömək istəyirlər. Hadisə bu gözümüzün qabağında baş verir. Bir xanımı dişləyərkən biz ona köməklik göstərməyə çalışırıq, amma qarşısını ala bilmədik də. Elə bir ki, it bunu dişlədi, ayağından dişlədi. Sonra burada bir uşaq var idi. Uşağı da həmçinin. Ayaq hissəsindən dişlədi uşağını. Uşaq ağlaya-ağlaya atası valideynləri gəldi, apardı, getdi. Biz bunun qarşısını ala bilmirik. Bizə kömək lazımdır. Dövlət bunlardan xahiş edir. Bizə biz dəstək olsunlar, kömək eləsinlər. Bunun aradan qaldıraq bu problemi. Sakinlər uzun müddətdir küçə itlərinin təhlükə yaratdığını bildirir. Lakin müvafiq tədbirlərin görülməməsindən gileylənirlər. Abşeron rayon icra hakimiyyətindən isə DNAS TV-yə bildirilib ki, sahibsiz itlərə qayğı mərkəzi tərəfindən rayon ərazisində olan ətraf mühit üçün təhlükə ola biləcək sahibsiz itlərin bir qismi parklardan, küçə və prospektlərdən yığılıb. Sahibsiz itlərin tutulması sivil qaydada, onları incitmədən həyata keçirilib və xüsusi avtomobillərə qayğı mərkəzinə aparılıb. Hazırda da bu işlər davam etdirilməkdədir. Bunlarla yanaşı olaraq Abşeron rayonunda sahibsiz heyvanlar üçün qayğı mərkəzinin yaradılması istiqamətində də işlər aparılır və hazırda bu işlər sənədləşmə mərhələsindədir. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq DNAS TV üçün.